Studiyamıza 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışmış müharibə veteranı, hüquq üzrə fəlsəfə doktoru, polis polkovniki Sadir Məmmədovu dəvət eləmişəm. Sadir müəllim o günləri, o yerləri ən yaxşı xatırlamalı olan şəxslərdən biridir. Sadir müəllim, əvvəlcə sizi icazə verin, Fərrux Zəfəri münasibətindən təbrik edeyim və sizinlə bərabər o yüksəkliyin əhəmiyyətini xatırlayaq, o yüksəkliyin bizim başımıza vaxtında gətirdiyi, indidən uzaq olsun, bəlaları xatırlayaq, şəhidlərimizi xatırlayaq. Buyurun. Bəli, Fərrux kəndi çox böyük, yüksək bir kənddir, hansı ki, orada hərbi mövqeyi, strateji hərbi mövqeyi çox güclüdür. O, Əskərən rayonu o vaxt adlanırdı, Xocalı rayonunun bir kəndidir. Orada Fərrux kəndinin düz yüksəkliyində bir Daşkənd deyilən, Başkənd deyilən yer var ki, həmin posta ermənilər daimi ardıcıl olaraq Azərbaycanın, xüsusilə də Ağdamın, kətlərin bir-bir vururdular. Bugün artıq bilirik ki, Fərrux kəndi azad olunubdur bizim zəfərli ordumuzun vasitəsilə. Bilirsiniz, hansı kətlər, haralar azad olubdur? Cinlidir, Yeddi Xırmandır, Bu Əhmədlidir, Qızıllı Salahlı Kəngərlisidir, Xaçın Bənddir, Əlağalıdır. Bilirsiniz, 30-a yaxın kəndin ərazisi azad olubdur və eyni zamanda ən strateji əhəmiyyəti ondan ibarətdir ki, bilirik ki, Tərtərdən Ağdərə 18 kilometrdir, yol iki hissəyə ayrılır. Biri Kəlbəcərə, biri həmən Ağdərə yolu ilə Xan kəndinə gedir. Həmən tras artıq bizdədir. Demək olar ki, keçmiş Qarabağ, həmən o andıra qalmış o keçmiş Dağlıq Qarabağ var. Onun əsas hissəsi demək olar ki, bizim nəzarətimiz altındadır. Eyni zamanda Ballıcadır, yüksəkliyidir, Vəhdir, xüsusilə Badara var. Xocalıya çatmamış Əskərən qalası, siz Şahin müəllim çox olmuşsunuz da orada, yadımdadır. 86-cı kilometr deyirdilər, 86 sağa gedirdi Badaraya. Onun əsas bazaları oradadır, meşənin içərisində. O tras tutulubdur, ona görə ermənilər bu saat partlaşırlar. Bilirlər ki, artıq uduzublar. Fərruğun alınması bugün sabah artıq bizim tam Qarabağda, Sabah Xan kəndində bizlə sizlə görüşməyimiz olacaq. Dəqiq mən deyirəm sizə, çünki əsas strateji əhəmiyyətə malik olan. Fikir verin. Rəhmətli Şirin Mirzəyevin batalyonu 836-cı batalyonudur da. Eyni zamanda Ağdam polis idarəsi, orada Telman Hətimov vardı, sonra Baxşəliyev Faiq vardı. Xocalı polis əməkdaşları birgə qoruyurdular. 31 yanvar 92-ci ildə oranı bizimkilər azad elədilər ermənilərdən, postumuz vardı. Sadır mən, biz nə qədər orada əskər itirmişik? Orada, bax deyim, mənim öz polis işçilərimlə Xocalıdan 2 nəfər, İnqilab Rəhmətli, Milli Qəhrəman, Bəhram Əfətlidən, sonra 28 nəfər polis işçili təkcə orada itifdi və eyni zamanda Şirin Mirzəyevin dəstəsidir. Bax, əsas döyüşçülər var da. Rəhmətli Xəlil Rızanın oğlu orada, Təbriz orada. Təbriz orada şəhid olmuşdur. Bəli, o da orada vuruldu, o da orada vuruldu. Bax, bu günləri burada var, sağlardan mənim yadımda qalan, məsələn, Rey Kərimoğlu, sonra Fikrət Əhmədov var, özü Əlağalı Kolanlı kəndindəndir. İndi onlar hamısı orada birbaşa döyüşdə olublar. Yadımda qalanlardır da. Əkbər var idi orada, İsmail var idi, çox güclü şahlar var idi. Ancaq orada əsas mənim yadımda qalan həlak olanlardan deməli, biri İnqilabıdır, Əhmədlidə də adına küçə var, Milli Qəhrəman, biri də Bəhram Əfətlidən, Xocalı polisindən də İkisi də xidmət edirdi, polis nəfəri idilər. Orada kütləvi məzarlıq da olmalıdır. Orada çünki bizim döyüşçülərimizin orada qalan kütləvi məzarlığı var. Yəqin ki, indi bu yaxınlarda onlar Qarzadə ərisini tapılacaq mütləq. Çünki onlar orada mühasirəyə almışdılar. Fikir verin. Deməli, 92-ci ilin yanvarın 21-də Şirin Mirzəyevin dəstəsi, polis, Ağdam polisi, Xocalı polisi, oranı aldılar və öz postumuzu, mövqeyimizi qurmuşduq orada. Biz Ramiz Xosroğlu'na tez-tez gedirdik. Daxili İşlər Nazirinin mavini idi, birinci mavini, general Ramiz Məmmədov. Və sonra ki, onlar 93-cü ilin 17-si iyunda bizimkilərə təzyiq göstərdilər və arxadan qüvvə gəlmədi. Alınandan sonra 36 gündən sonra Ağdam işğal olundu. 36 gündən sonra Deməli, Ağdamın süqutu birbaşa o kəndin işğalı ilə bağlıdır. Bəli, Daşkəndlə, bəli, Başkəndlə bağlıdır. Təsəvvür edin, əgər bugün Xankəndi sanki ayağının altındadır, Xocalı ayağının altındadır Fərrux yüksəkliyindən, hamısı göstərir. O trasdan artıq quş düşə bilməz.
Ermənilər ona görə partlaşırlar. Çünki onlar vaxtilə Ermənistandan Çerez Kəlbəcər gəlib, Ağdərədən həmən yolla, meşə yolu ilə silah-sursat daşıyırdılar, qüvvə göndərirdilər, terroristləri göndərirdilər. Ümumiyyətlə terrorçudurlar da, ancaq bugün onu eləyə bilməyəcəklər. Çünki Terrorçu demişkən, mənim yaddaşım mən anlatmırsa, o vaxt ermənilərin xaricdən gətirdiyi muzlular da orada yığılırdılar. Bəli. Belə bir məlumat da var idi ki, onlar adlarını da belə qoymuşlar ki, çaqqaldır, gecələr yatırlar, yoxsa gündüzlər yatırlar, gecə ova çıxırlar. Gecə ovlayırlar. Onlar girirdilər kəndə, Ağdamın özünə, sonra təzədən qayıdıb sığınırdılar o ərazilərə. Bunları necə xatırlayırsınız? Bax, Xoramır kəndi var, deməli, aşağı o Ağdamın biraz yaxında Xıdırın döşündə. Bax, orada gizlənirdilər, oradan girirdilər. Qəbirstanlıq var da. Bəli, mən xatırlayıram oranı. Hə, siz orada olmuşsunuz hamısında, bilirsiniz. Bax, oradan o Fərruq alınandan sonra, 17 iyun 93-cü ildə artıq ermənilər aktivləşdi. Ağdamda da o qüvvələr birləşmədi, birləşdirən rəhbər olmadı. Vahid bir rəhbərlik olmadı ki, birləşdirə o qüvvələri. Axı bir Dağlıq Qarabağ üzrə bir idarə yaratmışdılar. Yadınızdadırsa Qarabağ Daxili İşlər İdarəsi Tahir Əliyevi doğru. Bəli. 24 rayonu birləşdirmişdilər. Yadımdadır. Heç birisi birləşmədi, heç birisi müdafiə qalxa bilmədi. Çünki Fərrux yüksəkliyi onunla çox strateji əhəmiyyətə, hərbi strateji əhəmiyyətə malik bir yüksəklikdir. And olsun Allah, mən o qədər sevinmişəm, çünki mən bilirəm o vəziyyəti. Yox, hamımız sevinirik. Bu doğrudan böyük zəfərdir. Özdə orada bir böyük su ambarı da var. Xaçınstroydur da, Xaçınstroydur, Xaçınbənd. O su ambarında bu günləri işləyən insanlarımız artıq tam rahat nəfəs ala bilirlər. Xaçınbənddir, bu Əhmədlidir, Qızıllı Kəngərisidir. Orada iş gedir əməlli, bu saat iş gedir. Biraz da qorxu ürkü var idi ki. Şahbulağı görmüsünüz. Bəli, olmuşam orada bir neçə dəfə olmuşam. Hamısı gedir, bax Fərruğa. Bax orada özdə oranın ən strateji bir də deyirəm sizə ki, başkənddir. Hansı ki, onlar orada artıq Ağdamdan oranı vurmaq mümkün deyildi. O da bizdədir, bizimkilər də oradadır. Ən sevinçli bir haldır. Xankəndi çox narahatdır. Çünki oradan artıq görükür Xankəndi, görükür, hərəkətlər görükür, Ballıca var, Vəh var, hansı ki, o vaxtları şahlar, Şükür o şahlar, milli qəhrəmanı vurdular. Həmən yollar hamısı nəzarətdədir. Kəlbəcərə qədər nəzarətdədir və bir düz Xankəndi Şuşa da görükür. Çox strateji əhəmiyyətə malik bir yüksəklikdir. Ordumuza mən minnətdaram. Halal olsun. Minnətdaram Sadir müəllim, çox sağ olun, təşəkkür edirəm. Bir daha sizi təbrik edirəm. Bu doğrudan böyük zəfərdir. Özü də deməli Qarabağda gedən proseslər, işğaldan azad olunmuş ərazilərimizin bu işğaldan azad olunma məcrası mənim gözümün qabağında bir neçə mərhələdən ibarət oldu. Fəal döyüş hərəkətləri və nəhayət deməli 8 noyabr zəfər günü ardınca diplomatik müstəvidə bu məsələlər həll olunur. Bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın azad olunur. İndi isə biz dislokasiya dəqiqləşdirmələri ilə qalan işi tamamlayırıq. Bəli, mən onlar bir kəlmə deyim. Çünki bilirsiniz nətərdir? Həqiqətən beynəlxalq kütləvi informasiya vasitələrinə möhtərəm prezidentimizin, Ali Baş Komandanın verdiyi o siyasi müsahibələr erməniliyi məhv elədi. Erməni terrorunun sifətini açdı. Bütün dünya bildi ki, erməni artıq 2 əsrdir ki, Azərbaycana, Türkiyə qarşı bu cür aqressiv hərəkət edir. Onlar təkcə orada törətmirdilər. Həmən terrorları Bakıda, yadınızdadırmı, metropolitində, su hövzəsində, hava xəttində, sonra bizim dəmir yolu Dağıstandan gələn, Maxaçqaladan gələn 364 terror hadisəsi törədirlər. Hansı 2400-dən artıq insan həlak olubdur. Onlar təkcə elə o torpağa görə yox, həm də terrorçu bir dövlətdir. Onların tarixinə gedəndə nə dili var, nə dini var, nə imanı var. Özdə onun arxasında duran kim ki günah işlədir, nə atarsan qarşı. Yox, varları var. Var olanları var, onun adı məğlubiyyətdir. Onların məğlubiyyəti var. Mən minnətdaram sizə gəldi studiyamıza, çox sağ olun. 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışmış müharibə veteranı, hüquq üzrə fəlsəfə doktoru, polis polkovniki Sadir Məmmədova söhbət edirdik.